Tüm dünyada zalimler Rabbimiz dilerse olur. ezerken Müslüman. Abdest aldı mı acaba sanmam. Babaannemin bir haftadır ağladığı o video. Benim yüreğim kan ağlar, içimde fırtına. Bu ustanı mütlak tapmak lazımdı çünkü dahi adamdır. BMW markalı avtomobili vətəndaşa Jigulini mühərriki ilə satıblar. Hadisə Cəllabad rayonunun Göytəpə qəsəbəsində Almanlar bu ustanı el axtarır. baş verib. Qəsəbə sakini Vüsal Ruhullayev bir müddət əvvəl həmyerlisindən aldığı avtomobili ona problemlər yaradı. Adamlı olarak değiren bu maşını satana heyranam. Maşını ayın martın 8-i alınıb maşın. Maşın alınanda yəsindən danışıq oldu ki, Esas odu çölden bahanda beğenmedi. maşını alındı, pul verildi. Dedi ki, sənədləri qaynatamdadır. Qaynatam burada deyil. Maşına verilib 650 manat. Sonra 650 manata ne gözlüyürdün M544 motor. da maşını yəni ustaya verilib, ustadan xərci yadı. Maşın hardasa 1000 manata gəlib durulub. Satan yine insaflı çıhıp motoru koyup. Maşın verilib,